olsun. Kalplerimiz Kur'an nuruyla nurani ve münevver olsun. İmam-ı zamanımızın selametliği için ve mübarek fereti için salavat edin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Muhterem müminler, mecliste hazır oldular. Valideynleri manzur niyetleri yad olsun. Ehl-i Qəbristan, Enbiya, Evliya, Avsiya, Zebil hukuk, bilavaris müminler, meclisimizde gözü olanlar, onların da ruhlarına bu meclisten feyzi ahid olsun. Amin. Hazreti Ali aleyhissalatu vesselam'ın ruh-i müqəddesin ikinci salavatına yad elədinə. Allahümme salli ala Muhammed ve ali Muhammed. İnşallah üçüncü imamın qəbr-i mütəhhərin zərih-i mübarəkin ədəbinə, mərifətinə, nuraniyyətinə ziyarət edəsən. Amin. Ümumən Allah yolunda şəhid olanlar, Kərbəla şəhidləri, xüsusilə Hazreti Seyyid-ül-Şühəda İmam-ı Hüseyin aleyhissalatu vesselami üçüncü salavatla şad eləkinin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Acil aracahum. Bismillahirrahmanirrahim. Elhamdülillah ala ma arrafana min nefsih ve elhamena min şükrih ve fetaha lana min ebvabil ilmi bi rububiyyetih ve dellena aleyhi minel ihlâsi lehu fi tevhidih ve cennebena minel ilhad ve şekki fi emrih. Ve salatu ve selamu ala abdihi ve resulih البشير النذير السراج المنير سيد الأنبياء والمرسلين محمد وآله. الأئمة الطيبين الطاهرين اللهم أجل فرجهم وانصر شيعتهم وأهلك أعداءهم من الأولين والآخرين آمين رب العالمين. أعوذ بالله من الشيطان الرجيم. واذكر ربك
لك في نفسك تضرعا وخيفة ودون الجهر من القول بالغدو والآصال ولا تكن من الغافلين. Bu gecenin fazilet ve nuraniyeti melakeleri mat ve heyran edir. Bu gecenin vigar ve izzeti bütün müminleri özüne celb edir ve meftun edir. Bu gecenin hadisesi dağlardan ağır, denizlerden büyük ve bu gecenin xoşbəxt insanları, xoşbəxtlərin hamısının içerisinde en xoşbəxt insanlardan sayılırlar. Ve bu gecenin bədbəxti en bədbəxt insan hesab olur. 3 geceden biridir ve ihtimal var bu gece Qədir gecesi ola. Ve hem de Cuma akşamıdır. Allah'ın rahmet kapıları bütün ilin Cuma akşamlarında açıktır. Ve insanları davet edir. Münacat, tövbe, inabe, tezerru, zari, sızıldamak ve Allah'la necva etmeye ve hususiyle bu gece müttakilerin imami, müminlerin emiri, müvehhidlerin seyyidi, emirul müminin Hazreti Ali ibn Abi Talib aleyhissalatu vesselam'in şehadete çatan gecesidir. Ömürde neçə dəfə belə hadisə olar. İnsan Allah'ın hidayetiyle, müvəffəqiyyətiyle, mərhəmətiyle, lütfiyle gələn Allah evində otura, müqəddəs məkanda huzur tapa, hazır ola, müqəddəs zamanda hem Qədir gecesi, hem Ali'nin şehadet gecesi, hem Cuma akşamı ilahi bu hidayete, bu merhamete ki bizim hakkımızda eləyibsən, şükürler olsun. Amin.
şükür olsun. Amin. Denizin suları, balıkları kadar, gövlerin ulduzları kadar şükür olsun ki bizi belə bir müqəddəs zamanda, belə bir müqəddəs məkana hidayət edib, o Allah'tan başqa heç kimin hidayəti deyil. Və bu nimətə görə üzümüzü torpağa qoyuruq, sənə minnətdarlıq bildiririk və sənin qarşında öz bəndəliyimizi, ubudiyyətimizi, zəlilliyimizi bir daha sübut edirik. Əraf surəsində 25-ci ayə buyurur: Vəzkur Rəbbək. Hamını nəzərdə tutur. İslam Peyğəmbəri başda olmaqla bütün Müsəlmanlar, İslam ümməti, insanlar nəzərdə tutulur. Allah buyurur: Vəzkur Rəbbək. Allah'ı yad elə, yadından çıxartma. Fi nəfsik, öz içərində, sözdə, söhbətdə, məqalədə, məruzədə, qəzetdə, jurnalda, qələmdə, kağızda, mikrofon arxasında, onlar başqa, öz içərində, xəlvətdə, fi nəfsik, yəni öz içərində, öz nəfsün yanında zikr elə Allah'ı. Təzərrüən və xifətən. Təzərrü ona deyərlər ki, insan birindən bir şeyi istəyir, adam yalvarır, ağlıya alır. O ki, uşaq gəlir anasının yanına, ağlıya bir şey istəyir, o hala təzərrü deyərlər. Və xifətən, yəni ürəyi Allahın qorxusu doldurub, o qorxu səni vadar eləyir ki, sən Allaha yalvarasan təzərrüən. Uşaq anasına yalvaran kimi. Və dunəl cəhri minəl qovl. Uca səsinə yox. Hay, küy, onlar yox. Bil-qudubbi vəl-asal. Səhərlər, axşamlar, bütün vaxtlar. Allah'ı zikr elə, öz içərindən, qorxudan, təzərrü ilə, özdə səhər, axşam vaxtların hamısında. Və la təkum minəl qafilin. Qafillərdən olma. Qafillərdən olma. Qəflətdə yaşama. Bu, Əraf surəsinin 205-ci ayəsidir. Bu ayədə bir mətləb əsas götürülür. O qəflət sözüdür. Yəni bu müqəddiməni ki Allah buyurur, Allah'ı çağır, ürəyində çağır, öz içərində çağır, səhərlər, axşamlar bu müqəddimə ilə bəhsə girir. Əsas sözün canıbıdır ki, və la təkum minəl qafilin. Qafillərdən olma. Qəflət insanın ruhunda ən pis xəstəliklərdən biridir. Necə cismin xəstəliyi var, ağır xəstəliklər var, pis xəstəliklər var. Necə o ağır xəstəliklər cismə gələndə cismi o qədər
zəifləşdirir, axır öldürür. Qəflət ruhun xəstəliklərindəndir. İnsanda əgər qəflət yaransa, axırda insanı aparar, 0 dərəcəsinə çatdırar. Əli əleyhissalam buyurur, vay olsun o insanlar ki, qəflət onlara qələbə çalır. Artıq qəflət xəstəliyi onların ruhunda güclənir. Ondan sonra buyurur, və mə balukum, istəyir qəfləti açar. Buyurur, və mə balukum, təfrəhunə bil yəsir minəd dünya tudrikunəhu. Çox az qədər dünyadan sizə çatanda şad olursunuz. 100 manat, 200 manat, 1000 manat, milyon manat. Milyon burada çox. Milyon burada çox gəlir insanın fikrinə. Buyurur, nə olub ki sizə? Dünyadan bir az qədər sizə çatanda çox şad olursunuz. Və la yəhzunkum əl-kəsiru minəl-axirəti toxrəmunəhu. Amma axirətdən çox qədər miqdar əlüzdən gedir, heç narahat olmursunuz. Heç qüssələnmirsiniz. Bir otaqlı bir dənə ev gətirsələr, sizə versələr dünyada, ona şad olursun. O qədər sevinirsən, gecə yata bilmirsən. Bir dənə bir otaqlı ev verirlər sənə. Hadi yeyirlər. O əzəmətdə cənnət sizin əlüzdən çıxır, heç ona narahat görürsünüz. Həzrət buyurur, niyə belədir? İstəyir, gələ qəflətə. Yəni qəflət nə? Qəflətin mənası odur ki, səhv insana gəlir, yaranır. İnsan da insanın müraqibətinin azlığından özünə fikir vermir, özü yadından çıxır, aqibəti yadından çıxır, o qədər məşğul deyil. Axırım, aqibətim nədir, o yadından çıxır. Ona deyilir qəflət. Həzrət buyurur, intibahul uyun la yənfəu mə'əl qəflətil qulub. Əgər insanın qəlbi, ürəyi qafildir,